Salam, hər vaxtınız xeyir olsun. Mən Adıgözəl Bakşin, insan psixologiyası sahəsində metodist. Bugünkü mövzumuzun adı birinə, yəni dost deyilən şəxsə həqiqətən içini açmalıdır. Bilirsiniz, adətən insanların 99% deyək, hətta 100% deyək, heç bir dost dediyi şəxs, ya oğlan olsun, ya qız olsun, hər hansı bir dost dediyi bir şəxsdən söhbət gedir, ona %100 güvənə bilmir. 90% güvəndirsə, 10%lik güvən əksikliyi var. Bəs bu nədən qaynaqlanır? Hər zaman deyirlər, gülürlər, eyni masada yemək falan yeyilir. Sadəcə içini, iç dedikdə ya daxilində olan gizli bir problemmi, ya ailə daxili problemini açıb heç danışa bilmir. Niyə? Çünki zamanla düşünə bilir ki, sənə zəif cəhətini deyirəmsə, sən onu yekinməsə deyə bilərsən, xəbərləyə bilərsən, ya da zəif cəhətini bilirəm, onu mən sənin başdan vuracam zaman keçəndən sonra. Bəs budurmu dostluq? İnsan hər zaman bu kimi problemi üzləşməsin və ya hər hansı bir sirrini birinə deyib başqasını eşitməmək üçün təbii ki, dərdləşəcək həyatında insan bir nəfər ola bilər. O insanda hər zaman həyat yoldaşı olmalıdır. Həm onun dostu, həm sirdaşı, həm deyib güldüyü adam hər bir problemində yanında olacaq o şəxs. Təbii ki, burada öz ailə qrup yoldaşı, yəni burada qız oğlanla, dəqiq